Salam əziz dördüncülər və valideynlər, sizlər kanalımda xoş gördük. Bugün 4-cü sinif riyaziyyat 2-ci hissə səhifə 52, 53 və 54-də olan tapşırıqları həll edəcəyik. Gəlin başlayaq. Tapşırıqlara keçməmişdən öncə kanalıma abunə olmağı və bəyənməyi unutmayın. Gəlin başlayaq. Kütlə və tutum. Araşdırma, müzakirə, öyrənmə hissəsini siz özünüz öyrənmiş olarsınız. Gəlin biz tapşırıqlardan başlayaq. Bələdçi. Deməli, burada boş xanalara uyğun ədədləri müəyyən edin. Bizə nümunə kimi verilmişdir. 2 tam onda 7 ton bərabərdir. Biz burada tam 2 tamı ayrı götürürük. 2 tam ton yazırıq. 2 ton üstəgəl 10'da 7 ton. 2 tonumuz 2000 kilogram edir. 10'da 7 ise 700 kilogram edir. 2700 kilogram. Gəlin indi nümunələrə əsasən misallarımızı yazaq. Deməli 12 kilogram bərabərdir 12000 qrama. 12000 qram. 11 ton bərabərdir 11000 kilogram. 4000 qram bərabərdir 4 kilogram. 8000 kiloqramımız 8 tona bərabərdir. 2 tonumuz 2000 kilogram. 16 kilogram bərabərdir 600 qrama. 37 kilogram 37000 qram. 42 ton 42000 kilogram. 20000 qram 20 kilogram edir. Deməli necə tapırıq? 1 kiloqramımız 1000 qram olduğuna görə 20.000'i də 1000'ə böldükdə 20 edir. 21000 kilogram 21 ton edir. 15 tonumuz 15000 kilogram. 1,5 kilogram edir 1800 qram. 2,5 ton bərabərdir 2600 kilograma. 1,2 ton bərabərdir 1500 kilograma. Keçək misal 1-ə. Kütlələri qeyd olunan vahidlə ifadə edin və ümumi kütləni tapın. A variantı qramla. 1,2 kilogram, bir də 4 kilogram. Deməli 1,2 kilogram bərabərdir 1500 qrama. 4 kilogramımız 4000 qram. Burada 1500'ün də üstünə 4 gəldikdə edir 5500 qram. B variantında 6 tonumuz 6000 kilogram edir. 6000 ilə 600'ü topladıqda 6600 kilogram edir. 5'də 3 ton bərabərdir 1000'in 5'də 3 hissəsini tapırıq. 1000'i 5'ə bölüb 3'ə vurarıq, edər 60 kilogram. C variantında 1000 kilogramımız 1 ton edir. 1'in üstünə 3 gəlirik 4 ton. 3000 kilogramımız isə 3 ton edir. Keçək misal 2-yə. Uyğun vahidlərlə ifadə edin. Deməli, kiloqramla, B-də isə qramla ifadə edəcəyik. 3 tonumuz edir. 1 tonumuz 1000 kiloqram olduğuna görə 3'ü 1000'ə vururuq. 3000 kiloqram. 3,4 bərabərdir. Burada 3'ü gördüyümüz kimi ayrı götürürük. 3000 kimi götürürük. Daha sonra isə 1000'in 4'də 1 hissəsini tapırıq. 1000'i 4'ə bölüb 1'ə vururuq. Gördüyünüz kimi 3000 üstəgəl 1000 bölünsün 4 bərabərdir 3250 kilogram. 4000 qram bərabərdir 4000'i 1000'ə bölürük 4 kilogram. 12000 qram bərabərdir 12000 bölünsün 1000 edir 12 kilogram. B variantında 15 kilogramımız bərabərdir 15'e 1000'ə vurarıq 15000 qram. 7 kilogram 85 qram bərabərdir 7'ni 1000'ə vurub üstünə 85 gələri edər 7085 qram. 6 kilogram 7 qram bərabərdir 6'nı vurub 1000'ə üstünə 7 gələri edər 6007 qram. 6'dan 5'də 1 kilogram bərabərdir. Burada 6'nı ayrılıqda götürürük. 6000 üstə gəlinsin 1000'in 5'də 1 hissəsini tapırıq. 1000'i 5'ə bölürük edir 6200 qram. Burada fikirləş.
0,1 kiloqram bərabərdir 100 qram olduğunu onluq kəsiri adi kəsirə çevirməklə necə izah etmək olar? Deməli, biz bilirik ki, 1 kiloqramın onda bir hissəsi, yəni 1000 qramın onda bir hissəsi 100 qrama bərabərdir. Deməli, 100 qram bərabərdir onda 1 kiloqram, o deyildir 0,1 kiloqram. Misal 3. Boş xanalara uyğun ədədləri müəyyən edin. 400 qramımız edir 0,4 kiloqram. 400 kiloqramımız edir 0,4 ton. 700 qram edir 0,7 kiloqram. 900 kiloqram edir 0,9 ton. 1500 qram edir 1,5 kiloqram. 1100 kiloqram edir 1,1 ton. 2900 qram edir 2,9 kiloqram. 1500 kiloqram edir 1,5 ton. 3300 qram edir 3,3 kiloqram. 2500 kiloqram edir 2,5 ton. Bu misal üçün həllidir. Keçək misal 4-ə. Fərqli vahidə verilmiş tutumu göstərən vahidə çevirin və tutumları toplayın. A-da millilitrlər. Başlayaq. A. 4000 millilitr bərabərdir 4 litr. Sonra isə 2'də 1 litri sonra isə 2'də 1 litri tapırıq ki, 1000'i bölərik 500 millilitr. Sonra isə 4000 ilə 500'ü toplayırıq, edir 4500 millilitr. B-yə keçək. 3000 millilitr bərabərdir 3 litr. Sonra isə 3 üzərinə gəlinsin 1,4, o da bərabər edir 4,4. Keçək C-yə. 3,2'də 1 litr bərabərdir 3000 üzərinə gəlinsin 500, o da bərabər edir 3500 millilitr. Sonra isə 3500 millilitrin üzərinə gəlirik 600'ü, o da edir 4100 millilitr. Sonra isə D-yə keçək. 5000 millilitr çeviririk, edir 5 litr. Və sonra isə 5'də 4 litr tapırıq, yəni 1000'i bölürük 5'ə vururuq 4'ə, edir 800 millilitr. Sonra isə 5000 ilə 800'ü toplayıb 5800 millilitr alırıq. O da bərabər edir 5,8 litrə. Bəli, indi isə keçək səhifə 54-ə. Baxaq misal 5'ə. Burada bizə deyir ki, uyğun vahidlərlə ifadə edin. A. Millilitrlər, B. Litrlər ifadə edək. Gəlin başlayaq. 23 litr bərabərdir 23'ü 1000'ə vurarıq 23000 millilitr. 10'da 2 litr bərabərdir 1000'in 10'da 2 hissəsini tapırıq. 1000'i 10'a bölüb 2'yə vururuq 200 milli. 400 litr bərabərdir 1000'i 4'ə bölüb 3'ə vurarıq 750 milli. 1,5 litrimiz bərabərdir. Biri ayrılıqda 1000 kimi götürürük. 1000 üstə gəl. 1000'in 10'da 5 hissəsini tapırıq. 1000'i 10'a bölüb 5'ə vururuq 1500 millilitr. B variantında. B variantında 3000 millilitr bərabərdir 3000'i 1000'ə bölərik 3 litr. 28000 millilitr bərabərdir 28000'i 1000'ə bölərik 28 litr. 312000 millilitr bərabərdir 312000'i 1000'ə bölərik 312 litr. 500000 millilitr bərabərdir 500000'i 1000'ə bölərik 500 litr. Misal 6. Boş xanalara uyğun ədədləri müəyyən edin. 3 litrimiz bərabərdir 3000 millilitrə. 37 litrimiz 37000 millilitrə. 4000 millilitrimiz 4 litrə. 35000 millilitrimiz 35 litrə. 1,2'də 1 litr bərabərdir 2500 millilitrə. 4,5'də 4 litr bərabərdir 4800 millilitr. 60 litrimiz bərabərdir 60000 millilitr. 12 litrimiz bərabərdir 12000 millilitr. 13 litr bərabərdir 300 millilitr. 1,9 litrimiz bərabərdir 1900 millilitrə. Keçək misal 7'yə. Boş xanalara uyğun ədədləri müəyyən edin. 200 millilitrimiz 0,2 litr. 400 millilitrimiz edir 0,4 litr. 3100 millilitrimiz 3,1 litr. 900 millilitrimiz edir 0,9 litr.
1200 millilitrimiz edir 1,2 litr. Keçək misal 8-ə. Boş xanalara uyğun ədədləri yazın. Deməli 1 kiloqram 200 qramın üstünə 16 kiloqram gələrik. Deməli bunun üçün 200 qramın üstünə 200 qram bərabərdir 10-2-nin üstünə 16 gələrik. Edər 10-8. 1,8 də bərabərdir 1,8 kiloqram. O da bərabərdir 1800 qrama. Cavab 1800 qram. 2400 qram üstəgəl 1,5 kiloqram. 2400 qramımız bilirik ki 2,4 kiloqram edir. 1,5 bərabərdir. Biri ayrılıqda 1000 kimi götürüb 1000-in 5/3 hissəsini tapırıq. Edir 600. 1000-in üstünə 600 gələndə 1600. 2400-ün üstünə 1600 gəldikdə 4000 qram. Cavab 4000 qram. 5,4 kiloqram üstə gəl 1300 qram bərabərdir 6,7 kiloqram. Deməli biz bilirik ki 5,4 kiloqramımız 5,4 edir. 1300 qramımız isə 1,3 edir. 5,4 ilə 1,3-ü topladıqda 6,7 kiloqram edir. 1 ton 85 kiloqram çıxılsın 1/4 ton bərabərdir 835 kiloqrama. 1085-dən də 250 çıxanda cavab 835 edir. 1,5 litr çıxılsın 800 milli edir 0,4 litr. 1,5 litrimiz 1200 edir. 1200-dən 800 çıxanda 400 milli edir. 400 millimiz də 0,4 litrə bərabərdir. 3 litr 600 millimiz çıxılsın 3,4 litr edir 0,2 litr. 3 litr 600 milli bərabərdir 3,6 litr. 3,6-dan 3,4 litri çıxdıqda 0,2 litr qalır. Misal 9. Səhvləri müəyyən edin və düzəldib dəftərə yazın. Deməli 28.000 kiloqramımız edir 28 ton. 28.000-i 1000-ə böldükdə 28 alınır. 34.000 millilitr bərabərdir 34 litrə. 2 ton 800 kiloqramımız edir 2800 kiloqram. 10/4 ton bərabərdir 400 qrama. 1000-i 10-a bölüb 4-ə vurduqda 400 alırıq. 3 litr 60 millilitr bərabərdir 3,6 litrə. 2800 qramımız 2,8 kiloqram edir. 3700 millilitr edir 3,7 litr. 5/1 litrimiz edir 200 millilitr. Bu 200'ü necə tapdıq? Bilirik ki 1 litrimiz 1000 millilitrdir. 1000'in 5/1 hissəsini tapırıq edir 200 millilitr. Keçək məsələ 10-a. Eyni kütləli 8 kivinin ümumi kütləsi 1 kiloqram, eyni kütləli 5 bananın ümumi kütləsi isə bundan 200 qram yüngüldür. Bir banan bir kividən nə qədər ağırdır? Kivi 1000 bölünsün 8 edir 125 qram. Bir kivi yəni. Banan isə 1000 çıxılsın 200 qalır 800. Yəni bu da 5 banan ifadə edir. Bir banan tapmaq üçün də biz 800'ü bölərik 5'ə edər 160 qram. 160 qramdan da 125 qramı çıxarıq qalır 35 qram. Deməli bir banan bir kividən 35 qram ağırdır. Məsələ 11'ə keçək. Bidonda 5,8 litr süd var. Əsvər nənə südün bir hissəsini hər biri tutumu 500 millilitr olan 3 bankaya tökdü. Qalan südü 2,2 litrdən qatıq saldı. Bidonda neçə litr süd qaldı? Gəlin tapaq. Əvvəlcə 500'ü vurarıqca edər 1500 litr. Sonra isə biz 5,8 çıxılsın 1,5 çıxılsın 2,2 bərabər edər 2,1 litr. Deməli cavab 2,1 litr süd qaldı. Bəli, bugünkü tapşırığımız bu qədər. Kanalımıza abunə olmayı unutmayın. Sağ olun.